Basıydın yoncalığa. Neyinirəm ala yoncalığa? Mənim həyatım var, mənim ailəm var qaqa. Mən kiminsə 18 yaşı, 19 yaşı var idi. 19-20 yaşı var idi də. Qoltuğun tükü bu boyda anamın canı. Bax, and ol Allaha, qız deyirəm də sən. Düzdür, üzdən normal qız idi. Qoltuğun tükü bu boyda, bax Qurana and olsun. Elə bir sırf səni şərrəməyə gəlib də qız. Qoltuğun tükü belə. Tatunu eləyirəm anamın əzicanı. Ala nə pul aldın? Deyirəm qapını açdım vızqırtsın ki, poxu məndən uzaq olsun. Qurana and olsun. Neyirəm, o pulu girsin gözünə. Gəliblər adamı poxa salmağa. Qurana and olsun. Ona görə işləmirəm, yetim. O qədər bicənək var ki, adam yorulub. Hə, qoltuğun tükü bu boyda qızım. Bax, and ola Allahımıza. Bax belə. Bax belə. Birdən gözüm sataşdı ki, ala bu nədir ala? Qoltuğun altında bu boyda tük ola. Var yoxuna lənət. Vurduğum tatumu paylaşsam biləsiniz də kimdir. Harda görsəz biləsiniz ki, iş verəndir. Səni. Pərvin yaxşı oğlandı qaqa. Ha. And ola Allaha, yavını kimsə onu örgədib göndərmişdi də bura. Amma həmin örgədən adamların bu videolar, bu kayıtlar qabağına çıxacaq da. Mənim otağımda 26 dənə kamera var. 26 dənə. Burada kimsə gəlib məni sürtünməyi, eləməyi, mənim oğlanlığıma təsir eləyənməz də o. Mənim uşağım var. Kiminsə üstündə praktika keçib, kiminsə problem yaşatmaq istəyən insanlar, biraz özünüzə gəlin. Anamın əzicanı lazım olar, qızın sifətin zadını da paylaşaram, sən öl. Prosto ən azından mən ona əl iş işləmişəm deyə istəmirəm paylaşım. Sən öl. Belə öz dost tanışmaz adıma atacam ki, o qızı harda gördülər. Sən o taksiyə mindi getdi, anamın can taksi şofirinə boltda yazdım ki, qaqa bu qız iş verəndir. Birdən səni danışdırar, zat girişər sənə eləyər. Bir sən neynir? Qız sənə girişir ki, bir dən sən ona nə bilim əli vaxtasan sənə şey eləyə də, poxa sala da səni